İstəyirəm ki, elə Zəhrə xanımdan soruşaq, bu bəzi insanlar empati qurmağı bacarmırlar. Ki, yəni, elə bir qorxurlar, empati qurmağa. Amma Allahın dostu, adam düşünəndə, bax, mən bu dəqiqə özümə bir empati quranda, adamın tükləri biz-biz olur ki, yəni bu dərəcədə də yoxdur. Burada inciməsin Əbülfəz bəy də, Aqil bəy də. Bunların elə arvadlarının haqq hesablarıdır. Bu qardaşlara, əgər bu kişinin üzündə o abır-həya varsa, əminəm ki, Əbülfəzdə də var. O səsdə də onu görmək olur ki, Əbülfəzin də abır-həyası var. Deyirəm, mən estağfurullah xanımlarına nəsə deyirəm, yox. Sadəcə hansısa xanımın atmacası deyil mi Zəhrə xanım? Ailəmi vırıb bir-birinə. Bəli, yəni ekspertlər də, dəyərli ekspertlər də onu dedi, mən də onu hiss elədim. Əslində qalsa, bu, onların nüfuzunu da aşağı salır da, yaxşı bir şey deyil. Qardaşdılar, nə də olsa. Bizsiz dünya əbədi deyil. Bugün varıq, sabah yoxuq. Nəyə görə qohma qarabadan küslü gedək, nəyə görə belə incilik olsun. Yəni, o rəhmətliyin də ruhu şad olmaz. Yəni, yaxşı olardı ki, burada normal münasibəti təzən bərpa edəsiniz, qohumluq münasibəti bərpa edəsiniz. Yəqin ki, sizin qardaşlarınız da, bacılarınız da eşidir. Onlar da bir dəstək olsunlar. Hanımlar da ki, hansı ki, burada müəyyən bir negativ bir qüvvələr ortalıqda oynayır, xahiş edirəm. Çəkilin, dayandırın, sonlandırın bunları. Yəni, bizi yaraşmaz belə. Bizim millətimizə ümumiyyətlə yaraşmaz. Biz axı, belə deyim, vətənpərvər xalqıq, biz qonaqpərvər xalqıq, biz sülhü sevən, insaflı, vicdanlı xalqıq. Yəni, bu bizə yaraşmaz. Mən çağırışı elə eləyirəm ki, gəlin, belə eləyək, barışdıraq. Valla, mən də Əbülfəz bəyə dəvət eləmişəm. Dedim ki, o bacı qardaşa məsləhət eləyərik. Belə açıq formada danışın, yəni təhlil də rahat olsun da, Amir müəllim də bilsin ki, necə eləmək. Allah köməyiniz olsun, başa düşürük. 2 saat yuxu yatanmıram gecələr, mən əsəbdən yatanmıram. Yəni, o sizin uşağınız biləndə ki, əsl atası siz deyilsiniz, qardaşınız. Şəhid olan günü, mən nətər cəmaatı başa salım, hamınız da bilin. Şəhid olan günü də mənə, yəni, zəng eləyib ki, ata, özünüzdən müğayət olun. Ona bəlkə də 3 ay ondan qabaq zəng eləməyib, əmi kimi. Oğlunuz biləndə ki, atası siz deyilsiniz, əsl atası qardaşınızdır, düzdürmü? Baxın, onda deyirsiniz ki, normal reaksiya verdi. Heç bir, yəni, özünə qapanma, bir psixoloji narahatlığı olmadı. Bir dəfə belə mənə hələ o haqda sual verməyib. Mən çünki o İçinə atıb da. Yaxşı. Bəli, Loğman müəllim. Mən də hesab edir izləyicilər, hörmətli spes kanalının dəyərli canımızdan çox sevdiyi tamaşaçılar.